Salam. Heç fikirləşmirsinizmi ki, əyləncə dünyasını, yəni əslində kimlər idarə edir? Gələn il hansı filmə bilet alacağınıza ya da dostlarınızla hansı serialı müzakirə edəcəyinizə pərdə arxasında kimlər qərar verir? Bugün bizə göndərdiyiniz mənbə Variety jurnalının bir məqaləsi məhz bu suallara işıq salır. Jurnal 120 illik yubileyi münasibətilə show biznesin 120 ən güclü adamının siyasını hazırlayıb. Amma bu sadəcə bir adlar toplusu deyil. Bu, daha çox necə deyim, gücün müasir xəritəsidir. Tamamilə doğru. Və o xəritə, baxın, son 10-15 ildə sənayenin necə alt-üst olduğunu çox aydın göstərir. Əvvəllər güc bir neçə böyük Hollywood studiyasının əlində idisə, indi mənzərə, yəni qat-qat mürəkkəbdir. Bu siyağı bizə təkcə kimin çox pul qazandığını yox, həm də kimin mədəniyyəti formalaşdırdığını, hansı hekayələrin bizə çatmağa layiq olduğuna qərar verdiyini göstərir. Elədir. Məqsədimiz də sadəcə bu adları sadalamaq yox, onların gücünün mənbəyini anlamaqdır. Bu insanların qərarlarının sizin axşamlar nə izlədiyinizə, ümumiyyətlə əyləncənin gələcəyinə necə təsir etdiyini araşdıracağıq. Məqalə deyir ki, sənayedə böyük bir inqilab yaşanır. Amma mənə maraqlıdır, bu həqiqətən inqilabdır, yoxsa sadəcə, belə deyək, taxt oyunlarında köhnə kralları yeni baronlar əvəz edir. Gücün strukturu həqiqətən dəyişib, yoxsa sadəcə qapıların üstündəki lövhələr dəyişib? Çox yaxşı sualdır, çünki cavab əslində hər ikisidir. Bəli, müəyyən mənada köhnə qvardiya yenisi ilə əvəzlənir, amma əsas fərq ondadır ki, gücün özü transformasiyaya uğrayıb. Əvvəllər güc nə idi? Filmi istehsal etmək və onu kinoteatrlar vasitəsilə yaymaq. Bu qədər. İndi isə güc qlobal miqyasda məzmun yaratmaq, onu birbaşa milyonlarla insanın evinə çatdırmaq və ən əsası. Və o insanların nəyi, nə zaman izlədiyini bilmək. Məhz elə. Ən əsası o insanların nəyi, nə zaman və necə izlədiyinə dair məlumatları toplamaqdır. Əsl oyun dəyişdirən amir budur, data, yəni məlumat. Yəni, indi məsələ təkcə yaxşı film çəkmək deyil, həm də o filmi kimin bəyənəcəyini əvvəlcədən demək olar ki, bilməkdir. Tam olaraq. Baxın, sizin üçün daha anlaşılan edim. 10 il əvvəl bir filmə baxmaq üçün ya kinoteatra gedirdiniz, ya da TV-də alırdınız. Seçiminiz məhdud idi. İndi isə məzmun özü sizə gəlir. Telefonunuzu açırsınız və alqoritmlər sizin zövqünüzə uyğun onlarla variant təklif edir. Bax, bu rahatlığı, bu seçim bolluğunu yaradanlar məhz bu siyahıdakı insanlardır. Onlar sizin əyləncə vərdişlərinizi yenidən proqramlaşdırıblar. Bu sadəcə texnoloji bir dəyişiklik deyil, bu mədəni bir sürüşmədir. Bəli, tamamilə. Yaxşı, bu böyük mənzərə aydındır. Gəlin indi bu yeni güc mərkəzlərinin necə işlədiyini anlamaq üçün konkret fiqurlara baxaq. Məqalə 3 əsas, belə deyək, arxetipi önə çəkir. Birincisi, klassik imperiya qurucusu. Warner Bros. Discovery-nin rəhbəri David Zaslav. İki nəhəng şirkəti birləşdirmək kağız üzərində çox güclü səslənir. Amma kənardan baxanda bu proses çox qarışıq, hətta xaos içində görünür. Zaslav sənayeni yenidən quran bir dahidir, yoxsa sadəcə başqa gəmiləri özünə bağlayaraq batan bir gəmini xilas etməyə çalışır? Bu milyard dollarlıq bir sualdır həqiqətən. David Zaslav köhnə dünya ilə yeni dünyanın toqquşmasını təcəssüm etdirir. O, ənənəvi medianın son mogikanlarından biridir. Strategiyası nədir? Konsolidasiya. Yəni, Harry Potter, Batman kimi nəhəng brendləri olan Warner Bros. ilə reallıq şouları sahəsində kral olan Discovery-ni birləşdirib nəhəng bir qala qurmaq. Netflix və Disney kimi rəqiblərə qarşı dura bilmək üçün. Düzdür. Onun gücü kreativ qərarlardan daha çox amansız biznes qərarları vermək bacarığındadır. O, milyardlarla dollar borcu idarə edir, hansı filmin kinoteatra, hansı serialın streamingə gedəcəyinə, hansı layihənin isə, necə deyərlər, birbaşa zibil qutusuna atılacağına qərar verir. Bəli, onun Batgirl filmini vergi güzəştləri üçün tam hazır olduqdan sonra ləğv etməsi bütün sənayədə şok effekti yaratmışdı. Yəni, bu o deməkdir ki, artıq yaradıcılıq yox, ancaq biznes danışır. Tamamilə. Zaslavın modeli yüksək risklidir. O inanır ki, miqyas hər şeydir. Nə qədər böyük olsan, o qədər güclüsən. Amma bu strategiyanın işləyib işləməyəcəyi hələ də sual altındadır. Çünki o, mövcud imperiyanı idarə etməyə çalışarkən
başqaları sıfırdan yeni imperiyalar qurdu və bu bizi birbaşa ikinci arxetipə gətirir. Təxmin edirəm ki, söhbət Netflix-dən Ted Sarandosa gəlir. Zaslav köhnə qalaları birləşdirirsə, Sarandos bütün oyun meydançasını partladıb yerinə yenisini tikən adamdır. Gözəl tərifdir həqiqətən. Ted Sarandos bugün bildiyimiz streaming modelinin baş memarıdır. Hekayəsi fiziki DVD kirayəsindən qlobal məzmun imperatorluğuna uzanır, amma onun əsl inqilabı təkcə serialların bütün mövsümünü eyni anda yayımlamaq deyildi, yəni binge-watching mədəniyyətini yaratmaq. O, sadəcə buzdağının görünən tərəfidir yəqin ki. Elədir. Sarandos'un əsl gücü datanı, yəni izləyici məlumatlarını bir silaha çevirməsində idi. Bu məqamı biraz açaq, yəni necə? Baxın, köhnə studiyalar bir film çəkirdilər və onun uğurlu olub-olmadığını anlamaq üçün həftələrlə gözləyirdilər. Netflix isə bilir ki, siz hansı səhnədə pauza verdiniz, hansı aktyoru bəyəndiyiniz üçün başqa bir filmə keçdiniz, hətta bir serialın introsunu ötürüb-ötürmədiyinizi belə bilir. Sarandos'un rəhbərliyi altında Netflix elə bir sistem qurdu ki, o sistem sizin qaranlıq Skandinaviya detektivindən sonra Britaniyanın şirniyyat yarışmasına baxacaq əhvalda olduğunuzu sizdən daha yaxşı bilir. Yəni onların gücü təkcə Squid Game kimi bir serialı çəkmək deyil. Qətiyyən. Güc o serialı 200 milyon insanın hər birinin ana səhifəsinə elə bir şəkildə çıxarmaqdadır ki, hər kəs bunun şəxsən onun üçün bir kəşf olduğunu düşünsün. O, həm də biraz qorxulu səslənir. Yəni, bu alqoritmlar bizi öz zövqümüzünəsirinə çevirərək yeni şeylər kəşf etməyimizin qarşısını almır ki, bizi bir növ məzmun qəfəsində saxlamır. Bax, bu, sənayenin ən böyük müzakirə mövzularından biridir. Bir tərəfdən, bəli, bu, Cənubi Koreyadan və ya İspaniyadan olan bir hekayənin qlobal fenomena çevrilməsinə imkan yaradır. Digər tərəfdən isə, bəli, sizi daim bəyəndiyiniz şeylərin oxşarları ilə təmin edərək yaradıcı risklərə azalda bilər. Sarandos'un mirası da məhz bu ikili təbiəti ilə yadda qalacaq. Deməli, qapıları qlobal hekayələrə açdı, amma eyni zamanda o qapıların alqoritmik keşikçilərini də təyin etdi. Bəli. Çox maraqlıdır. Deməli, bir tərəfdə imperiya birləşdirən Zaslav, digər tərəfdə datadan imperiya quran Sarandos var. Məqalədəki üçüncü ad isə bir qədər fərqlidir. Skydance Mediadan David Ellison. O, nə köklü bir studiyanı idarə edir, nə də öz streaming platforması var. Bəs onun gücü nədədir? Onu bu titanların yanında niyə qeyd edirlər? David Ellison yeni nəsil prodüseri, yəni sahibkar ruhunu təmsil edir. Onun fərqi odur ki, o həm köhnə qaydalarla oynamağı bacarır, həm də gələcəyə sərmayə qoyur. Mission Impossible, Top Gun Maverick kimi nəhəng, sırf kinoteatr təcrübəsi üçün yaradılmış blockbusterlərin arxasında o dayanır. Ellison'ın gizli silahı onun həm dərin yaradıcı instinktlərə, həm də texnoloji baxışa sahib olmasıdır. O sadəcə cədvəllərə baxan bir maliyyəçi deyil, o hekayəni hiss edən biridir. Yəni o, bir növ köhnə Hollywood prodüserlərinin müasir versiyasıdır. Məhsulun keyfiyyətinə, hekayəyə fokuslanan bir lider. Bəli, amma təkcə bu deyil. Məqalə vurğulayır ki, onun təsiri sadəcə filmlərlə məhdudlaşmır. O, aktiv şəkildə video oyunlara, virtual reallığa və digər interaktiv əyləncə formalarına sərmayə qoyur. Və bu, çox vacib bir sual yaradır. Gələcəyin ekranı necə olacaq? Bəlkə də biz artıq sadəcə passiv izləyici olmayacağıq, hekayənin bir parçasına çevriləcəyik. Ellison məhz bu gələcəyə, texnologiya ilə hekayə danışma sənətinin birləşdiyi nöqtəyə pul qoyanlardandır. Gücü də məhz bu körpünü qurmaq bacarığındadır. Deməli, əlimizdə sənayenin 3 fərqli cəbhəsi var. Konsolidasiya, data inqilabı və innovasiya. Amma siyahıda 120 ad var. Bu o deməkdir ki, güc mərkəzləri daha çoxdur. Məqalənin biraz qısa keçdiyi o böyük adlardan kənar hissəni gəlin biz biraz genişləndirək. Bu ekosistemdə başqa hansı görünməz güclər var? Əlbəttə. Və bu, məsələnin ən maraqlı tərəfidir. Güc təkcə CEO-ların otağında deyil. Gəlin bir neçə başqa güc mərkəzinə baxaq. Məsələn, showrunner krallar. Taylor Sheridan kimi adları düşünün. O, Yellowstone serialı ilə başladı və indi demək olar ki, bütün bir televiziya kanalı üçün məzmun yaradan bir fabrikaya çevrilib. O, öz kainatını qurub. Və studiyalar ona layihə təklif etmir, əksinə onun dünyasının bir parçası olmaq üçün növbəyə dururlar. Düzdür.
Onun gücü brendə çevrilmiş yaradıcılığındadır. Bu çox önəmli bir dəyişiklikdir. Əvvəllər studiya kralı idisə, indi bəzi hallarda yazar, rejissor özü kraldır. Başqa kimlər var? İstedad agentlikləri. Onlar artıq sadəcə aktyorlara rol tapan vasitəçilər deyillər. Müasir dövrün güclü agentləri, məsələn, bir rejissoru, bir senaristi və bir neçə ulduz aktyoru bir araya gətirərək hazır bir paket yaradırlar. Və bu paketi studiyalara satırlar. Və bu onlara prosesdə böyük bir təsir rıçağı verir. Onlar artıq kölgə studiyaları kimi fəaliyyət göstərirlər. Bəs texnologiya nəhəngləri? Məqalədə Apple və Amazon kimi şirkətlərin adları çəkilir, amma onların gücü təkcə çəkdikləri seriallarla ölçülmür, elə deyilmi? Qətiyyən. Bu, bəlkə də ən böyük, amma ən az gözə çarpan gücdür. Tim Cook'un Apple'dakı gücünü düşünün. Onun təsiri təkcə Apple TV Plus-da hansı serialın yayımlanacağına qərar verməklə bitmir. Onun App Store üçün qoyduğu qaydalar, aldığı komissiyalar, bütün mobil oyun və əyləncə sənayesinin iqtisadiyyatını müəyyən edir. Onun yeni iPhone və ya Vision Pro cihazını necə dizayn etməsi, bizim məzmunu gələcəkdə necə istihlak edəcəyimizi formalaşdırır. Yəni onların gücü məzmunda deyil, məzmunun içində yaşadığı ekosistemdədir. Məhz elə. Bu oyunu tamamilə başqa bir səviyyəyə qaldırır. Deməli, əslində çox qatlı bir güc piramidası var. Zirvədə korporativ rəhbərlər, onların altında yaradıcı krallar, agentlər və bütün bu sistemin üzərində isə hər şeyi idarə edən texnoloji platformalar dayanır. Bu, həqiqətən də mürəkkəb bir mənzərədir. Məsələ. Və bu liderlərin verdiyi qərarlar təkcə milyard dollarlıq müqavilələrə təsir etmir. Onların daha dərin, mədəni təsirləri var. Onların seçdiyi hekayələr, təsdiqlədiyi personajlar bizim evimizə daxil olur və ortaq söhbətlərimizin bir hissəsinə çevrilir. Bir serialın populyarlaşması geyim tərzimizə, istifadə etdiyimiz sözlərə, hətta dünyaya baxışımıza təsir edir. Bu mənada onların əlindəki güc sadəcə iqtisadi deyil, həm də mədənidir. Onlar bizim kollektiv təxəyyülümüzü formalaşdırırlar. Düzdür. Bu, həqiqətən də güclü bir yekunlaşdırmadır. Gəlin, öyrəndiklərimizi bir cümləyə sığdıraq. Beləliklə, Variety jurnalının siyahısını təhlil edərək gördük ki, müasir əyləncə dünyasındakı güc 3 əsas sütun üzərində dayanır. Birincisi, David Zaslav kimi köhnə imperiyaları birləşdirərək yeni dövrün fırtınalarına qarşı durmağa çalışan konsolidatorlar. İkincisi, Ted Sarandos kimi bütün oyunun qaydalarını yenidən yazan və datanı yeni valyutaya çevirən inqilabçılar. Onlar mövcud oyunda qalib gəlməyə çalışmadılar, sadəcə öz oyunlarını yaratdılar. Və üçüncüsü, David Ellison kimi yüksək keyfiyyətli yaradıcılıqla gələcəyin texnologiyaları arasında körpü quran innovatorlar. Sonda hər şey bu üç amilin biznesin, texnologiyanın və sənətin kəsişməsində baş verir. Tamamilə razıyam. Və dinləyicimiz üçün son bir fikir buraxmaq istərdim. Məqalə bu rəhbərləri əyləncənin memarları adlandırır. Bu çox dəqiq bir tərifdir. Növbəti dəfə sevdiyiniz bir filmə və ya seriala baxarkən bir anlıq dayanıb düşünün. Bu konkret hekayənin, bu aktyorların, bu musiqinin sizin ekranınıza gəlib çıxması üçün pərdə arxasında hansı biznes döyüşləri getdi, hansı riskli sərmayələr qoyuldu, hansı alqoritmlər işə düşdü. Zövq aldığınız bu sənət əsərinin arxasındakı görünməz memarlar kimlərdir və onların seçimləri sizin dünyanı necə gördüyünüzü əslində nə qədər formalaşdırır.